Bu ilin ilk yarısında Azərbaycanda əksər tikinti materiallarının qiymətlərində artım, bəzilərində isə ucuzlaşma müşahidə olunub. Yanavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı kəsilmiş taxtada qeydə alınıb. Bu tikinti materialının 1 kub metrinin orta pərakəndə satış qiyməti 355,4 manatdan 357 manata yüksələrək 1,6 manat və ya 0,44% artıb. İkinci ən böyük artım parketin qiymətində qeydə alınıb. Parketin 1 kvadrat metrinin orta satış qiyməti 40 manatdan 40,6 manata yüksəlib. Beləliklə qiymət 0,6 manat və ya 1,4% artıb. Faiz baxımından isə ən çox bahalaşan tikinti materialı təmir tikinti işlərində istifadə olunan gips olub. Onun qiyməti 0,29 manatdan 0,30 manata yüksələrək 3,45% artıb. Onu sement və ruberoid izləyib. Qiyməti ən çox ucuzlaşan tikinti materialı isə ağac lifli lövhə olub. Bu materialın 1 kvadrat metrinin orta qiyməti 14,2 manatdan 14,1 manata düşərək 0,1 manat və ya 0,99% ucuzlaşıb. Ağac yonqar lövhənin qiyməti isə 0,2 manat və ya 0,14% azalıb. Siyahıda yer alan tikinti materiallarının qiymətləri və son 6 aydakı dəyişiklikləri belə olub.